Salam, hər vaxtınız xeyir olsun uşaqlar. Bugün 11-ci sinif buraxılış imtahanı üçün hazırladığım sınavın ikinci videosunu sizin üçün çəkirəm. Birinci video kanalımızda var. Artıq 35 sualı izah etmişik. 36-cı sualla davam edirik. Deməli, 36-cı sualda bizə modul bir bərabərsizlik verir. Bu modul bərabərsizliyi həll etməyimiz lazımdır. Uşaqlar, bilirik ki, modul bərabərsizliyi bir dəfə olduğu kimi həll edirik. 2x çıxılsın 3 kiçikdir 7. Bir dəfə də 2x çıxılsın 3 bir işarəni dəyişirik. Yəni orada kiçik idi, artıq böyük olur. 7-ni, yəni bu hissədə yazılan ədədin əksin yazı misalımıza davam edirik. Deməli buradan 2x-i tapmağa çalışaq. Kiçikdir. 3-ü bərabərliyin sağına atsa 7 üzərinə gəlinsin 3 10. X da kiçikdir. Onu 2-yə böldükdə 5. İndi bu bərabərsizliyimizi həll edirik. 2x böyükdür. 3-ü bərabərliyin sağ tərəfinə atdıqda -7 üzərinə gəlinsin 3 olur. O da edir -4. Buradan x-i tapanda -4-ü də 2-yə böldükdə -2. Deməli, indi isə bərabərsizlik işarəsi, daha doğrusu intervallar üsulu ilə bunu həll edək. Deməli, ilk öncə -2-ni qeyd edirik və 5-i qeyd edirik. -2 bu tərəfdə, 5 də bu tərəfdə. Bizdən birinci -2-dən böyükləri istəyir. -2-dən böyüklər bu tərəfə, 5-dən kiçiklər isə sol tərəfdə yerləşir. Bu aralıqda hansı qiymətlər var? Deməli, elə aralıq kimi bizdən qiymətləri yox, bərabərsizliyi həll edin deyir. Elə cavab -2, 5 aralığı. Əgər bunların altından bərabərlik işarəsi də olsaydı, o zaman mötərizələrimiz belə olacaqdı. Amma hal-hazırda elə bir şərt yoxdur deyə bunları silirik. Deməli, misalımız -2, 5-dir. İndi isə 37-ci sualımızla davam edirik. Deməli, bizə belə bir sual verib. 3 kiçikdir m-dən, o da kiçikdir n-dən doğru olarsa, bu ifadənin qiymətini hesabla deyir. Bu tip suallarda uşaqlar biraz çətinlik çəkir, amma ən gözəl üsul yerinə qiymət qoyub hesablamaqdır. Baxın, bu bərabərsizlikdə yerinə qiymətlər qoyub. 3-dən böyük bir ədəd istəyir. 3-dən böyük bir ədəd, məsələn, yazıram 5. Sən istəyirsən yaz 15. Sənin ürəyin nə istəyir? N-ə də o 5-dən də böyük bir ədəd yazıram. Məsələn, olsun 10. Mən 2 dənə 5 ilə 10-u yazdım. Sən istəyirsən 100 qoy, 200 qoy. Ürəyin nə istəyir qoy. Yetər ki, o bərabərsizliyi doğru olan bir bərabərsizlik qoy. Birincidə deyir m çıxılsın n. M-dən n-i çıxanda m-im 5-dir, n-im 10-dur. 5-dən 10 çıxanda mənfili. Mənə bunun qiyməti lazım deyil. Mənim modulun içinin mənfi yoxsa müsbət olmağı lazımdır. Mən ora yerlərini gətirib qiyməti qoymayacağam. Sadəcə lazımdır ki, modulun işarəsini tapım. İndi gəlirəm n-dən 1 çıxanda. N-ə 10 qoymuşdum. Ondan 1 çıxanda eləyir müsbət. Bu modulun müsbətdir. 3-dən m çıxanda, yəni 3-dən 5 çıxanda -2 eləyir. Cavabım mənfidir və üstə gəlsin 1. İndi gəlirəm modulları açmağa. Modulları açanda uşaqlar, əgər modulun içinin ifadəsi mənfidirsə, baxın görürsüz mənfidir də, m çıxılsın n-in qiyməti mənfidir. Onda biz həmin moduldakı ifadələrin hər birinin işarəsinin əksinə dəyişirik. Baxın, yuxarıda m-in heç bir işarəsi yoxdur, müsbətdir. Onda mən onu dəyişirəm, edirəm mənfi. N-in işarəsi çıxılsın n-dir, olur müsbət n. Çıxılsın n. Bu modulumun işarəsi müsbətdir. Mən əslində heç nəyi dəyişməli deyiləm. Amma qarşıda mənfi işarəsi varsa, mənfiyə görə işarələri dəyişirəm. Mənfi n üzərinə gəlinsin 1 olur. Gəl keçirəm digər modulumu. Digər modulumun içi də mənfidir. Yenə mən hər bir həddin işarəsinin əksinə dəyişirəm. 3-ün müsbətdir, çıxılsın 3 olur. M-in mənfidir, müsbət m olur və sonuncu da üzərinə gəlinsin 1. Buradan artıq bu ifadəni hesablamaq bəsitdir. Mənfi m ilə müsbət m islah olur. Mənfi n ilə müsbət n də islah olur. 1 çıxılsın 3, -2, -2-nin də üzərinə 1 gəldikdə -1. Deməli, bu ifadənin qiyməti -1-dir. İndi yenə 38-ci tip sualla qarşınızdayam. Sualların əvvəlində, yəni part 1-də buna oxşar bir sual izah olunmuşdu. Yenə də belə bir sual salmışam. Yenə də deyirəm, ədədin kəsr hissəsini tapanda uşaqlar nə etməliyik? Ədədin özündən tam hissəsini çıxıram. Mənim ədədim 5/3-dür. İndi mən 5/3-dən 3-ün tam hissəsini tapmağa çalışıram. Baxın, 5/3-ü 2 cür üsulla edə bilərsiniz. İstəsəz 5-i kökün içinə də daxil edib hesablaya bilərsiniz, amma bu cür də hesablaya bilərsiniz. Bu 5. Bunların arasında heç nə yazılmayıb da uşaqlar, vurmaq deməkdir. Kök 3-dən təqribən nə çıxır? Tutaq ki, nə olsun? 1/7 olsun, misal üçün. 1/7 olsun. 5-i də 1/7-yə vuranda təqribən 8/5 edir. Bu 8/5-in tam hissəsi nədir? Bax, tamım 8-dir. Mən bunu tapdım. Artıq nə edirəm? Ədədin özündən tam hissəsini çıxıram. Ədədin özü 5/3, tam hissədə neçə oldu? 8. Həmin 8-i çıxıram. Elə cavabı da bu şəkildə saxlayırıq.
İndi isə uşaqlar belə bir sualla davam edirik. A bərabərdir 25 üstü 8 vurulsun 16 üstü 5 ədədi neçə rəqəmlidir? Uşaqlar bizdən əgər şərtdə neçə rəqəmli bir ədəd soruşursa, biz 10 vuruğunu yaratmağa çalışmalıyıq. Yəni 2 vurulsun 5 10 edir. Bu vuruğu mən yaratmağa çalışıram. Necə edirəm? 25-i mən 5-in kvadratı yazıram, üstü 8 vurulsun. 2-ni də mən 2 üstü 4 yazıram, üstü 5. Burada 2 8'e vurulur. Olur 5 üstü 16 vurulsun. 4'ü də 5'e vurduqda 20'dir. 2 üstü 20. İndi mən 2 üstü 20'ni parçalayıram buradakı 16'ya görə. 5 üstü 16 vurulsun. 2 üstü 20'ni mən 2 üstü 16 vurulsun. 2 üstü 4 yaza bilərəm. Çünki 16'nın üzərinə 4 gələndə 20'dir. Mən bunu bu cür yazıram. İndi nə edirəm? Baxın, bu 5 üstü 16, 2 üstü 16. Mən bunu belə yaza bilərəm də 5 vurulsun 2 üstü 16. Çünki demişdik ki, mötərizənin xaricində ortada vurulması mötərizənin üzərindəki ədəd buradakı hər bir ədədə aiddir. Həqiqətən də bunun cavabı 5 üstü 16 vurulsun 2 üstü 16-dır. Vurulsun 2 üstü 4. 5'i 2'yə vuranda 10 üstü 16 vurulsun 2 üstü 4. Uşaqlar, bu 10 üstü 16 bilsiz nə deməkdir? Baxın, buradan göstərim. Bu elə bir ki, baxın, 2 üstü 4-ün cavabı 16-dır. 16'da. Burada da 10 üstü 16 uşaqlar. 16 dənə 10 deməkdir. Baxın, 16 dənə, yəni burada 0 yazılmalıdır. Burada 16 dənə 0 var. Burada da neçə rəqəm var? 2 dənə. Olur 16 üstü gəlsin 2, bu da edir 18. Deməli ədədimiz neçə rəqəmlidir? 18 rəqəmlidir. Yəni bu 10 üstü 16, 16 dənə 0 deməkdir. 2 üstü 4-ümüz də 16-dır. 16 dənə 0, 1 ilə 6-da toplamda edir 18 dənə ədəd. İndi yenə ədədin kəsr hissəsinin tapılmasına bir aid sualdır. Kök altında 28 çıxılsın 8. Yenə də deyirəm, kəsr hissəni tapanda ədədin özündən tam hissəsini çıxırdı. Kök altında 28-dən ilk öncə təqribi bir qiymət çıxardaq. Kök altında 28-dən təqribən çıxır. 25 ilə 36 arasında yerləşdiyi üçün 5 tam neçə çıxır? Tutaq ki, olsun 5 tam onda 2 çıxır kök altında 28-dən. İndi mən bundan təqribi qiyməti çıxartdım. 5 tam onda 2 çıxılsın 8. 5 tam onda 2-dən də 8 çıxanda mənfi 2 tam onda 8 edir. Uşaqlar, mənfi 2 tam onda 8-dir. Mənfi ədədin tam hissəsini burada götürüb müsbətdəki kimi götürüb yazmırsınız. Mənfi 2. Yox. Ev 2 belə deyim də, mənfi ədədin tam hissəsi tapanda bir vahid özündən böyük ədədi götürün. Yəni belə daha yadda saxlamaq asandır. Yəni mənfi 2 bunun onda tam hissəsi olacaq mənfi 3. Bunu bu cür götürürük. Kəsr hissəmizi indi nə edirik? Tam hissənizi tapdıqsa, kəsr hissəsini tapanda ədədin özü nədir? Kök altında 28 çıxılsın 8-dir. Tam hissəmiz də mənfi 3-dür. Tam hissəni çıxmalıyam. Çıxılsın mənfi 3. Kök altında 28 çıxılsın 8. 2 dənə mənfi yanaşı gəldikdə müsbət 3. Kök altında 28 mənfi 8-in üzərinə 3 gələndə mənfi 5 edir. Ona görə elə cavabımız da kök altında 28 çıxılsın 5-dir. İndi uşaqlar belə bir suala baxırıq. Bizdən bu ifadəni sadələşdirmək istəyir. Uşaqlar, indi nə edirik? Burada qruplaşdırma üsulundan həll edirik. Mən baxıram, görürəm ki, x kubu var. Baxıram bu misalda kubu hansısa bir ədəd olan ifadə varmı? O dəqiqə gözümü 27 çarpdı. Ona görə mən x kubuna 27-ni qruplaşdırıram. Yerdə qalan 6x kvadratına da 18x qruplaşdırıram. İlk öncə surətdəki ifadəni sadələşdir. Deməli, mən x kubu ilə 27-ni qruplaşdırıram. Üstə gəlinsin 6x kvadratı, üzərinə gəlsin 18x-i də bunları qruplaşdıracağam. Deməli, x kubunu 27-dən mən 27-ni 3-ün kubu kimi yazıram. 3-ün kubu. Bu bizə A kubu üzərinə gəlinsin B kubunun açılışını verir. Onun da düsturu A üzərinə gəlinsin B. İndi misalı tətbiq eləyək. Bir də daha yazmaya vaxtımız getməsin. A üzərinə gəlinsin B. Yəni x üstə gəlinsin 3 vurulsun. X-in kvadratı çıxılsın onların misli 3 vurulsun x, yəni 3x və üzərinə gəlinsin sonuncu ədədin kvadratı, yəni 9. Bunu qruplaşdırdım, bunu yazdım. Üzərinə gəlinsin. Bu ifadədən mən indi ortaq vuruq 6x-i çıxarta bilərəm. 6x ortaq vuruq çıxarsam, içəridə x-dan 2 dənə idi. Biri çıxdısa, biri qaldı. X üzərinə gəlinsin. 18-i də 6-ya böləndə 3, x-i də ortaq vuruq kimi çıxartmışdım. Mən indi görürəm ki, x üstə gəlinsin 3 burada da var, burada da var. Mən yenə bu x üstə gəlinsin 3-ü ortaq vuruq çıxartıram. Yerdə ifadəm qalır ki, x kvadratı çıxılsın 3x, üzərinə gəlinsin 9, üstə gəlinsin x, üzərinə gəlinsin 3. Hətta burada 6x diqqətli olaq. 3x üstə gəlsin 9, üzərinə gəlinsin 6x yazılıb.
Yəni çünki x üstə gəlsin 3-ü çıxartmışamsa əvəzinə 6x qalıb da yerdə. Deməli, indi bu ifadəni də sadələşdirək. X üstə gəlinsin 3 x kvadratı mənfi 3x-in üzərinə 6x gələndə edir müsbət 3x, yazıram müsbət 3x, bir də üzərinə gəlsin 9. Deməli, mən surətdəki ifadəni sadələşdirdim. İndi məxrəcdəki ifadəni sadələşdirim. Mən burada baxıram, görürəm ki, birinci ilə ikincini sadələşdirə bilərəm. Üçüncü ilə nə də dördüncünü. 1 ilə 2-dən orta vuruq kimi x-i çıxartsam, yerdə qalır y çıxılsın 2. Üzərinə gəlsin. İkinci ifadədə 3-ü vuruq kimi çıxartsam, yenə içəridə qalır y çıxılsın 2. Yenə y çıxılsın 2-lər ortaq vuruq kimi çıxa bilər çölə. Y2 çıxılsın 2 çıxdı. İçəridə nə qaldı? X üstə gəlinsin 3. İndi mən surətdəki ifadəni tapmışdım ki, surətdəki ifadəmiz bu idi. X üstə gəlinsin 3 və x kvadratı üstə gəlinsin 3x, üzərinə gəlinsin 9. Məxrəcdəki ifadəni də tapdıq ki, y çıxılsın 2 və x üstə gəlinsin 3. X üstə gəlinsin 3-lər ixtisar gedir, yerdə qalır. X kvadratı üstə gəlsin 3x üstə gəlsin 9 və y çıxılsın 2. Bu ifadəni sadələşdirdik. Deməli, uşaqlar, növbəti suala baxırıq. 42-ci sualda bizə deyir ki, 7 çıxılsın x, y, x üstə gəlsin 3 həndəsi silsilənin ardıcıl hədləridir. X-in tam qiymətlərinin sayını tap. Uşaqlar, əgər həndəsi silsilənin ardıcıl hədləri deyirsə, burada bir qayda var. Əgər həndəsi silsilənin ardıcıl hədləridirsə, ortada dayanan həddin kvadratı bərabər olmalıdır kənardakı hədlərin hasilinə. Kənardakı hədlərimizdə 7 çıxılsın x və x üstə gəlinsin 3-dür. İndi biz buradan bu ifadəni sadələşdirək. Y-ın kvadratı mötərizələri vurub açsaq, 7-ni x-ə vurduqda 7x, 7-ni 3-ə vurduqda 21, mənfi x-i x-ə vurduqda mənfi x kvadratı, mənfi x-i də 3-ə vurduqda mənfi 3x edir. Y-ın kvadratı bərabərdir. Əlbəttə ki, diskriminant şəklində yığıram. Birinci kvadratı yazıram. Kvadratın olan ifadənin qarşısında mənfi var deyə mənfi x kvadratı. 7x çıxılsın 3x edir müsbət 4x. Ona görə yazıram müsbət 4x. Bir də üzərinə gəlinsin 21. İndi mən bu ifadəni vuruqlarına ayırmaq istəyirəm. İfadəmiz mənfi x kvadratı üstə gəlsin 4x, üzərinə gəlsin 21-dir. Bunu vuruqlarını uşaqlar ayırırıqsa, bu niyə oxşayır diskriminanta? Diskriminantla vuruqlarını ayırmalıyıq. Bərabər edirik 0-a. Burada a-mız x-in kvadratının qarşısındakı əmsalda heç nə yazılmayıbsa 1 deməkdir. Qarşıdakı işarəsi də var deyə mənfi 1. B-miz ikinci dayanan həddimiz əmsalıdır, yəni 4. C-miz də müsbət 21-dir. Buradan diskriminantla həll etsək, b-nin kvadratı, yəni 4-ün kvadratı 16. Yəni ilk öncə düsturumuzu yazaq. Düsturumuz b kvadratı çıxılsın 4ac-dir. B kvadratımız 4-ün kvadratı 16 çıxılsın 4 vurulsun. A-mız nədir? Mənfi 1 və vurulsun. Bu ifadəni biraz kənara çəkək. Bu hissədən yazaq. Yerləşsin. Aha, çıxılsın 4 vurulsun. Mənfi 1. C-miz də 21-dir. İndi 16 mənfi 4-ü mənfi 1-ə vuranda müsbət 4. Müsbət 4-ü də 21-ə vuranda edir 84. Müsbət 80. Ona görə üstə gəlinsin 84 yazıram. 16-nın üzərinə 84 gələndə edir 100. 100-dən də kökdən çıxır 10. İndi bunları tapdımsa, gətirib köklərimi də hesablayıram. X1 bərabərdir. Düsturumuz mənfi b plus minus kök altında d bölünsün 2 ad. Düsturumuzun özündə mənfi var deyə, b-miz 4-dür deyə olur mənfi 4. Üstə gəlinsin 10 bölünsün 2a. A-mız mənfi 1-dir. 2-ni mənfi bura vurduqda mənfi 2-dir. Mənfi 4-ün üzərinə 10 gəldikdə 6. 6-nı mənfi 2-yə böldükdə mənfi 3 edir. X2-miz isə bunun çıxması. Mənfi 4 çıx 10 bölünsün mənfi 2. Mənfi 14-ü də mənfi 2-yə böldükdə müsbət 7 edir. Valla biz deməli vuruqlarımızı tapdıq. Mənfi 3-lə 7-dir. Baxın, indi burada nədir? Y-ın kvadratı, baxın yazıram. Y-ın kvadratı, bu ifadəni də mən köklərini tapdım ki, mənfi 3-lə 7-dir. Mən bilirəm ki, kvadrat sıfırdan böyük olmalıdır. Yəni, kvadrat mənfi ədəd ola bilməz. Ona görə mən necə yazıram? Ötəb bunu belə yazaq. Baxın, ən asan versiyanı göstərim. Vuruqlarımı tapdımsa, nə edirəm? Mənfi 3-dən böyük bərabər olmalıdır x-im. Sonradakı 7-dən də kiçik olmalıdır. Bu cür bu aralığa düşən ədədləri tapıram. Mənfi 3 ilə 7 aralığına düşən ədədlər mənfi 2, mənfi 1, 0, 1, 2, 3, 4, 5,
6, 7. Burada neçə dənə? Bizdən neyi şərtdə soruşur? Sayını. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Qarşıda -3'ü də alır. -3'ü yazmağı unutmuşuq. Bu da olur 11 dənə. Deməli, bizim 11 dənə ədədimiz bu şərti ödəyir. İndi deməli 43-cü sualımızla davam edirik. A-nın hansı qiymətində x kvadratı üstə gəlsin 4x plus a bərabərdir 0 tənliyinin 2 müxtəlif kökü var. Bizə verilən kvadratik funksiyadır. Biz kvadratik funksiyanı nə ilə həll edirdik? Diskriminantla. Diskriminantda nə vaxt 2 dənə müxtəlif kök tapırdıq? Diskriminantımız 0-dan böyük ədəd olanda. 0-a bərabər olarsa demişdik ki, bir dənə kökümüz var. 0-dan böyük bərabər olarsa 2 dənə kökümüz var. Məsələn, adicə biz gətirib diskriminantı 36 tapırdıq, 6 tapırdıq. Gətirib misalların yerinə qoyanda 2 dənə fərqli kök tapmırdıq. Orada yadınızda saxlayın ki, əgər diskriminant 0-dan kiçik olarsa, yəni diskriminantın cavabı mənfi alınırsa, tənliyin həlli yoxdur. Cavab boşluqluqdur. Diskriminantın cavabı 0-a bərabər olursa, tənliyin yeganə, yəni bir dənə kökü var, bərabər kökü var. Və yaxud da şərtdə yazıla bilər ki, 2 bərabər kökü var. 2 bərabər kökü, elə cavab 0-dır. 0-ı gətirib köklərdə yerinə qoyanda, məsələn, deyirəm, -3 üstə gəlsin 0 bölünsün 2, -3 çıxsın 0 bölünsün 2. Hə toplama oldu, hə çıxma oldu. Cavab yenə eyni alınır da. Desək ki, 2 eyni bərabər kökü var, onda da diskriminant 0-a bərabərdir. Desək yeganə kökü var, onda da diskriminant 0-a bərabərdir. Bizdən 2 dənə müxtəlif kök deyir deyə diskriminantı 0-dan böyük idi, tapıram. Gətirirəm, yazıram. Deməli, bizim ifadəmiz x kvadratı üstə gəlinsin 4x üstə gəlinsin a bərabərdir 0. Mən inşallah ki, danışanda böyük bərabərdir deməmişəm, böyükdür yəni. Və yenə də deyirəm, diskriminantım 0-dan kiçik olarsa tənliyin kökü yoxdur. Diskriminantım 0-a bərabər olarsa tənliyin yeganə bir kökü var və ya 2 dənə bərabər kökü var. Diskriminantım 0-dan böyük olarsa 2 müxtəlif kökü var. Misalı yaza anlıq yadıma düşdü ki, dedim birdən böyük bərabər deyərəm. Ona görə dediyimi düzəldiş edim. Deməli, burada A-mız x-in kvadratı əmsalı B, A-mız 1-dir, B-miz 4-dür, C-miz də A-ya bərabərdir. Diskriminantımızın düsturu B kvadratı çıxılsın 4AC-dir. Yəni, mən bu ifadəni 0-dan böyük etməliyəm ki, bu ifadəni tapım. B-mizin kvadratı 4-ün kvadratı 16, çıxılsın 4 vurulsun. A vurulsun C. A-mız 1-dir. 4-ü 1-ə vurdum. 4. 4-ü də C-yə, yəni C-miz də A-dır. Ona görə C-nin 4A böyük olmalıdır 0-dan. -4A. 16-nı bərabərliyin sağına atıram. Olur -16. Buradan da A-nı tapanda mən -16-nı mənfi ədədə bölürəmsə, yadınızda saxlayın, işarəni əksinə dəyişirəm. Ona -16-nı da -4-ə böldükdə müsbət 4 edir. Bu aralığı qeyd edirəm. Deməli 4. 4-dən məndən nələri istəyir? Kiçikləri. Kiçiklər hansı tərəfdədir? Mənfi sonsuzluğa doğru gedir. Deməli cavabımız mənfi sonsuzluqdan 4-ə qədər olanda A-mız. Bizim tənliyimizin 2 müxtəlif kökü var. İndi isə uşaqlar belə bir məhlul məsələsinə baxaq. Şərtdə deyək ki, məhlulda olan duzun miqdarını 10% artırıb, suyun miqdarını 30% azaltdıqda məhlulun ümumi miqdarı dəyişmir. Əvvəlcə məhlulun duzluğu neçə faiz idi? Uşaqlar, məsələn, məhlulda bir məhlulumuz var, bu məhlul qabımızdır. Bu məhlulun içində duz və su var. Mən bunun ümumi çəkisi nəyə bərabər olur? Duzun indi D ilə yazım. Məhlulun ümumi kütləsi duz ilə suyun cəmidir. Baxın, bu mənim ümumi kütləmdir hal-hazırdakı. Ümumi kütlə. İndi mənə deyir ki, suyun miqdarını 30% azaltdıqda. Suyun miqdarını, ilk öncə deyir, duzun miqdarını 10% artırıb. Elə bil ki, mənim duzum 1 pay idi. Mən onu 10% artırdımsa, olur 1,1. Elə bir üzərinə 1 gəldi. Yəni, bu D, duzumu artırdım. Suyun miqdarını da 30% azaltdım. Elə bil ki, S-im yenə 1 idi. Mən onu 30%, bir 0,3-ü çıxıram da, 30% 0,3-dür. Mən 30%-i azaltanda elə bir 0,7-yə düşür. Onda mənim bu işləri görəndən sonra cavabım olur 0,7 S. Azaltdıqda məhlulun ümumi miqdarı dəyişmir. Yəni, bunun cavabı bu ümumi miqdar dəyişməməlidir. Buna bərabərdir. İndi mən bu tənliyi həll eləyirəm. D-ləri bir tərəfə yığıram. D-ləri bir tərəfə yığsam, 1,1D çıxılsın D bərabərdir
S çıxılsın 0,7 S. 1,1 D-dən 1 D-mizi çıxanda 0,1 D bərabərdir. S-imizin qarşısında, yəni əmsalımız 1-dir. 1-dən də 0,7 çıxanda 0,3 S-dir. Mən buradan vergüllərdən azad olmaq üçün hər tərəfi 10-a vururam. 0,1-i 10-a vurduqda 1, 1 də yazılmır, yəni D bərabərdir. 0,3-ü də 10-a vurduqda 3 edir. Yəni deməli duzumuz 3 suya bərabərdir. Bunu tapdımsa, biz məhlulda, bizdə məhlulun neyin istəyirdi? Əvvəlcə məhlulun duzluluğu neçə faizdir? Mən əgər duzluluğu məndən soruşursa, duzun miqdarını ümumi məhlula bölməliyəm. Ümumi məhlula bölüb 100-ə vurmalıyam. Duzumuz, deməli bizim duzumuzu nə qədər tapdıq? Duzumuz 3S-dir. 3S bölünsün. Ümumi məhlulumuzu nə tapdıq? Ümumi məhlulumuz bizim, deməli duzumuzla suyumuzun kütləsi idi. Duzun yerinə biz nə yazırıq? 3S. Hamısını S-nə ifadə etməyə çalışıram. Üstə gəlinsin su. Su vurulsun 100. 3S, 3S-in üzərinə S gələndə 4S vurulsun 100. S-lər ixtisar gedir. 3 vur 100 bölünsün 4. 4 ilə 100-ü ixtisara aparıram. 25, 3-ü də 25-ə vuranda 75%. Yəni cavabımız 75% etdi. İndi bizdən bu bərabərsizliyi həll etməyi soruşur. Bu bərabərsizliyi biraz uzatıb da həll etmək olar, amma qısa da həll etmək olar. Necə? Deməli uşaqlar, ən pis, yəni ağlınıza gəlmədi, nə edirsiniz? X olanları bir tərəfə yığırsınız, ortaq məxrəcə gətirirsiniz. Bu cür biraz, əslində uzatmaq deyəndə bir dənə proses, ortaq məxrəcə gətirmək prosesi olur. Amma bu ifadəni biraz məxrəclərdən azad olsaq çox gözəl bir ifadə olar. Məxrəclərin baxıram nədir? 2-dir, 5-dir, 10-dur. Mən bunları necə ləğv edə bilərəm? Bunlar üçün ortaq məxrəc tapıram. 2, 5, 10 üçün ortaq məxrəc elə 10-dur. Mən hər tərəfi sadəcə 10-a vururam. Yəni ağlınıza bu gəlməsə, x-li olanları bir tərəfə keçirin, ortaq məxrəcə gətirin. Sadəcə hər tərəfi 10-a vururam ki, məxrəclərim islah olsun, ixtisar getsin. 10 ilə 2-ni ixtisar apardıqda burada 5 qalır. 10 ilə 5-i ixtisar apardıqda burada 2 qalır. 10 ilə də 10 ixtisar gedəndə heç nə qalmır, yəni 1 qalır. Deməli artıq ifadəmiz oldu. 5 vurulsun 2x kvadratı üstə gəlsin x böyükdür. 2 vurulsun 3x üstə gəlinsin 9. Deməli bu ifadəni vurub açıram. 10x kvadratı üstə gəlinsin 5x böyükdür 6x üstə gəlinsin 9-dan. İndi x olan, yəni bunların hamısını bir tərəfə yığıram. 10x kvadratı üstə gəlinsin 5x. 6x bərabərliyin sonuna atdığım üçün işarə dəyişir 6x. 9-u da atıram o tərəfə, işarəsi dəyişir. Çıxılsın 9 böyükdür. Sağ tərəfdə heç nə qalmadığı üçün onun əvəzinə yazıram 0. 10x kvadratı 5x-dən 6x çıxanda mənfi x edir. Çıxılsın 9 böyükdür 0-dan. İndi mən bunu diskriminantdan hesablayıb köklərini tapıram. Diskriminant bərabərdir b kvadratı çıxılsın 4ac idi. Burada heç nə yazılmayıbsa 1 deməkdir. Mənfi 1-in kvadratı 1. Çıxılsın 4 vurulsun 10 vurulsun mənfi 9. Mənfi mənfiyə vuranda müsbət olur. 4-ü ondan vurdum 40. 40-ı da 9-a vursam edir 361. Daha doğrusu 360. Birin də üzərinə 360 gələndə edir 361. Bu da kökdən 361-dən çıxır 19. İndi gətirirəm kökləri hesablayıram. X1 bərabərdir 1 üstə gəlinsin 19 bölünsün 2 vurulsun a, yəni a'mız 10-da, 2-ni də 10-a vuranda 20. 20-ni 20-yə böldükdə 1. x2 bərabərdir 1 çıxılsın 19 bölünsün 20. O da edir mənfi 18 bölünsün 20. Onu da hər tərəfin mən bölürəm. Hər tərəfi nəyə bölüm? 2-yə bölsəm mənfi 9, bu da 10. 9-u da 10-a böləndə 0,9 eləyir. Qarşısındakı mənfini də unutmayaq. İndi deməli biz bunu vuruqlarına necə ayırırdıq? Bizim vuruqlara ayırma düsturumuz A vurulsun, x çıxılsın x1 və x çıxılsın x2 böyük bərabərdir 0-dan. A'mızın bizim A'mız 10-dur. Yazıram 10 vurulsun, x çıxılsın x1-mizi nə tapdıq? 1. X çıxılsın x2-mizi də mənfi 0,9 tapmışdıq. 2 dənə mənfi olduğu üçün müsbət 0,9. Bu böyük olmalıdır 0-dan. İndi bu bərabərsizliyi həll edirik. Bu bərabərsizliyi necə həll edirik? İndi yenə bir ədəd oxu çəkirik. Yerimizdə qalmadı. Bu misal aşağı sürüşdürün bir dəqiqə. Bəli, ədəd oxu çəkirik. Köklərimizi qeyd edirik.
Deməli, -0,9 hansısa bu tərəflərdə, biri də bu tərəfdə qeyd edirik. İntervallar üsuluna ayırırıq. Birdən böyük bir ədəd götürək. Birdən deməli böyük olsun. Məsələn 5. 5-dən 1 çıxdım, elədi 4 müsbətdir. 5-in üstünə 0,9 gələndə 5,9 eləyir müsbətdir. Onun da müsbət, 3 dənə müsbət ədədi bir-birinə vuranda müsbət edir. Bura bu müsbət, bura mənfi, bura müsbət olur. Çox ardıcıl gəlir. Bizdən nələri istəyir? Sıfırdan böyükləri. Sıfırdan böyüklər, yəni müsbət aralığı istəyir. Bu hardan hara gəlir? Mənfi sonsuzluqdan gəlir mənfi 0,9-a qədər. Burada dayandı. Birləşmə bir də harda başlayır müsbətdə? Birdən ta ki müsbət sonsuzluğa qədər bu gedir. Deməli, bizim ifadəmizin cavabı mənfi sonsuzluqdan mənfi 0,9-a, birləşmə bir də müsbət sonsuzluğa. Yenə də deyirəm, yəni misal çətin kimi görsənə bilər, amma heç bir çətinliyi yoxdur. Sənin məsələn ağlına ona vurmaq gəlmirdisə, götür x-ları bir tərəfə keçir. Sonra 2 elə bil ki, burada 2x kvadratı üstə gəlsin x bölünsün 2. X olan bir dənə də budur da. Bu da o tərəfə keçəndə olacaq 3 çıxılsın 3x bölünsün 5. Məxrəclərim 2 ilə 5-dir. 2 ilə 5-ə ortaq məxrəc 10-dur. Sən elə bil ki, bu ifadəni 5-ə vurmalı olacaqsan. Bu ifadəni 2-yə. Görürsüz, eyni şey qalırdı. Mən də 5-ə vurdum. Yenə bunu 2-yə vurdum. Yəni eyni bir məntiqdir. Sadəcə biz işimizi biraz qısaltmağa çalışdıq. Çünki misal yetəri qədəri uzun misal idi. İndi bu misalımızdan davam edirik. Loqaritmi bir tənlikdir. Yenə cavabın 1 olduğunu görürüksə, deməli bu mötərizədəki ifadə ilə 8 olmalıdır ki, əsasla eyni olmalıdır ki, loqaritma 8 əsasdan 8-in cavabı bizə 1 versin. Deməli, mötərizə içindəki ifadəni yazırıq. 10 çıxılsın, loqaritma 3 əsasdan 2x üstə gəlinsin 1-in cavabı 8 olmalıdır. Buradan biz bir-iki rəqəmi ataq, loqaritma ataq o tərəfə, rəqəmləri sol tərəfə yığaq. Deməli 10 8-ə ataq bu tərəfə çıxılsın 8 bərabərdir. Loqaritmanı da o tərəfə atsaq müsbət olacaq. Loqaritma 3 əsasdan 2x üstə gəlinsin 1. Ondan 8 çıxdım 2 bərabərdir. Loqaritma 3 əsasdan 2x üstə gəlinsin 1-ə. Yəni elə bil ki, bizdə deyir ki, loqaritma 3 əsasdan 2x üstə gəlinsin 1-in cavabı 2-yə bərabərdir. Buradan 2x üstə gəlinsin 1 nəyə bərabərdir? 3 üstü 2 olur. Yəni bu 3-ü bura yazırıq. Bu 2 qüvvətə qalxır. Deməli 2x üstə gəlinsin 1 bərabərdir. 3 üstü 2 9. 2x bərabərdir 1-i bərabərliyin sağına atsa 9 çıxılsın 1 8. Buradan da x bərabərdir 4 edir. Deməli bu tənliyimizin həll x-i 4 imiş. Deməli, uşaqlar belə bir kök altından ifadə olan bir misala baxırıq. Kök altında 3-cü dərəcədən 25 vurulsun, kök altında 3-cü dərəcədən 135. Mən bunu bir kökün altına yazıram. Niyə? Çünki köklərimin dərəcəsi eynidir. Kök altında 3-cü dərəcədən 25 vurulsun, 135 yazıram. Uşaqlar, baxın nə edirəm. Kök altında 3-cü dərəcədən 25-i mən 5-in kvadratı yazdım. Mən elə bil ki, bu 25-i elə eləmək istəyirəm ki, bu kökdən çıxsın da, bu ədədlər kökdən çıxsın. Mən 135-i 5 vurulsun 27 yaza bilərəm. Çünki niyə? 27 onsuz da kökdən çıxacaq. İndi göstərirəm niyə. 135-i 5 vurulsun 27 yazdım. Çünki 5-i 27-yə vuranda 135-lik. Bu olur kök altında 3-cü dərəcədən 5 üstü 2 vurulsun, 5 üstü 1-dir. Üstlər nə olur? Toplanır. 5 üstü 3 vurulsun 27. Bil ki, bunu da ayrı-ayrı indi kəsirlərdə yazsam, kök altında 3-cü dərəcədən, kəsirlərdə deyirəm, kök altınlarında yazsam, kök altında 3-cü dərəcədən 5 üstü 3 vurulsun, kök altında 3-cü dərəcədən 27. Burada 3-lər ixtisar gedir. 5, 3-cü dərəcədən kök altında 27-dən də 3 çıxır. 5 vurulsun 3 cavab edir 15. 48-ci sualla davam edirik. Deyir, x kompleks ədədi üçün z1 bərabərdir 2 kök altında 3 üstə gəlsin 2 və z2 bərabərdir kök altında 3 çıxılsın i olarsa moduda z1 bölünsün moduda z2-ni hesabla. Uşaqlar, kompleks ədəd üstə ümumiyyətlə x üstə gəlinsin y i şəklində göstərilirdi. Bu ədədin modulu necə tapılırdı? Həqiqi hissə ilə xəyali hissənin kvadratları cəmi. Yəni x kvadratı üstə gəlsin y kvadratı şəklində. İndi məndən z1-in modulunu tapmaq lazımdır. Modulda z1 bərabərdir. Z1-imiz nədir? 2 kök altında 3 üstə gəlinsin 2. Həqiqi hissəmiz 2 kök altında 3-ün olur kvadratı. Bunda kök altındadır. Üstə gəlsin xəyali hissəmiz də 2-dir. Olur 2-nin kvadratı. 2 kök altında 3-ün kvadratı. 2-nin kvadratı 4. Kök altında 3-ün də kvadratı 3-dür. 4-ü də 3-ə vuranda 12.
Üstə gəlsin 2-nin də kvadratı 4. 12 üstə gəlsin 4. 16. 16-dan da çıxır 4. İndi Z2-ni hesablayaq. Z2 də kök altda 3 çıxılsın idi. Yəni kökün altında kök altda 3-ün kvadratı üstə gəlinsin i-nin, yəni xəyali hissəmiz 1-dir artıq i-nin qarşısına heç nə yazılmayıbsa. Daha doğrusu -1-dir. Çünki burada mənfisi də var, -1-dir. -1-in elə bir ki kvadratı olur. Kök altda 3-ün kvadratı 3. Üstə gəlsin -1-in də kvadratı 1-dir. 3-ün üstünə də 1 gələndə kök altında 4, 4-dən də çıxır 2. Z modulda Z1-i tapdıq biz. Mən bu isə hesabla sözünü silim. Modulda Z1-i biz tapdıq. Nə tapdıq? 4. Z2-ni də tapdıq 2. 4-ü də 2-yə böləndə cavab edir 2. Deməli, elə indi belə bir suala baxırıq. 49-cu sualda 3 sinus kvadratı 5x çıxılsın 7 kosinus 5x bərabərdir 3 təniyinin 20 və 180 aralığında daxil olan köklər cəmini tapın. Biz ümumiyyətlə nə edirik indi? Bu təniyi eyni funksiyaya gətiririk. Ya ikisi də sinus olsun, ya ikisi də kosinus olsun. Yəni biri sinus, biri kosinus olmasın. Biz əsas trigonometrik eynilikdən bilirik ki, sinus kvadratı alfa nəyə bərabərdir? 1 çıxılsın kosinus kvadratı alfa. Düzdürmü? Mən indi yuxarıdakı sinus kvadratı 5x-də bunu istifadə edirəm. Deməli, 3 vurulsun sinus kvadratı 5x-in yerinə mən yazıram ki, 1 çıxılsın kosinus kvadratı 5x çıxılsın 7 kosinus 5x bərabərdir 3-ə. Bu 3-ü mötərizəyə vururam. 3 çıxılsın 3 kosinus kvadratı 5x çıxılsın 7 kosinus 5x bərabərdir 3-ə. Bir ki, hər tərəfdə 3 var. Bu 3-lər islah gedəcək bir tərəfə yığanda. Qalır orada biz üçün ifadə ki, -3 kosinus kvadratı 5x çıxılsın 7 kosinus 5x bərabərdir 0-a. Buradan kosinusları ortaq vuruq kimi çıxarsam, kosinus x-i çıxarsam, yerdə qalır -3. Kosinusdan baxın, burada kvadratsa 2 dənə deməkdir. Kosinusun 1-i çıxdısa, yerdə qalır kosinusun 1 dənəsi kosinus 5x. Deməli, biz hətta kosinus 5x-i kosinus bunu çıxartdıqsa, deməli, burada da qalır, çıxılsın, burada kosinus 5x-i çıxarmışıq. Biz kosinus x yazmışam. Kosinus burada da qalır, çıxılsın 7 bərabərdir 0. Bu mötərizələri deməli, nə edirik indi biz? Bir də kosinus 5x-i, bu ifadəni tapdıq ki, -3 kosinus 5x çıxılsın 7. Mən hər tərəfi -1-ə vurum. Olur kosinus 5x. Onu vuranda 3 kosinus 5x. Mənfiyə vuranda işarələr dəyişir. Üstə gəlsin 7. Olur bərabərdir 0. Yəni, baxın, uşaqlar. Bizdə bunların arasında hasildir. Biz adi bildiyimiz tənikləri həll edəndə hasil 0-a bərabərsə nə edirdik? Ayrı-ayrılıqda 0-a bərabərliyirdi. Yəni, bu qəribə bir şey yazıldı burada. Deməli, həm kosinus 5x-i, yəni bunu da ayrıca 0-a bərabərləyirik. Bir də ki, bu ifadəni ayrıca 0-a bərabərləyəcək. İlk öncə bu təniyi həll edək. Kosinus 5x bərabərdir 0, xüsusi haldır. Deməli, buradan 5x bərabərdir. Kosinus 0-ı nə vaxt alırdı? 0 olanda pi bölünsün 2, üstə gəlinsin 2 pi idi daha doğrusu. Deməli, pi bölünsün 2, üstə gəlinsin 2 pi idi. Bu misalı köçürək. Pi bölünsün 2, üstə gəlsin pi k-dır. Yəni, xüsusi halın cavabı budur. 2 pi k-dır. Biz buradan x-i tapmaq istəyiriksə, hər tərəfi 5-ə bölürük. Elə bir ki, ilk öncə bunu necə yazın? Pi bölünsün 2, 90 dərəcə deməkdir. Pi k-dakı pimiz 180 k deməkdir. Mən buradan x-i tapmaq istəyirəmsə, hər tərəfi 5-ə bölürəm. 90-ı 5-ə böldükdə 18, üstə gəlsin 180-i də 5-ə böləndə edir 36 k. Bu təniyi həll elədim. İndi gəlirəm, nə edirəm? Bu ikinci tərəfi də 0-a bərabərləyirəm. Çünki 0-ı 0-a vuranda 0. 3 kosinus 5x üstə gəlsin 7 bərabərdir 0. Buradan 3 kosinus 5x 7-ni bərabərliyin sağına atıram, olur -7. Buradan kosinus 5x bərabərdir -7 bölünsün 3. -7 3-ə böləndə təqribən 2 tam neçəsə düşür. Biz bilirik ki, kosinusla sinus -1 aralığında qiymətlər alır. Bu artıq -2-dir. Deməli, -2 tam neçədir? -1-i keçmişəm. Bu keçmişəmsə bu hissənin həlli yoxdur. Ona görə bu hissəni silirəm. Yəni, bu təniyi artıq heç həll eləməyə ehtiyac yoxdur. Mən indi cavabı tapmışam ki, x bərabərdir 18 üstə gəlsin 36k. Məndən nə istəyir şərtdə? Şərtdə deyir ki, 20 və 180 aralığına daxil olan kökləri tap. Nə edirəm? Başlayıram k-ya qiymətlər qoymağa. K-ya
İlk öncə başlayıram bir qiymətini verməyə. K-ya bir qiymətini verəndə olur ki, deməli nə? K-lanın yerinə 1 yazacaq. Olur, x bərabərdir 18 üstəgəlsin 36-nı 1-ə vuranda 36, 18 üstəgəlsin 36, o da eləyir bizdə 54. 54 bu aralığa daxildir, ona görə plus qoyuram. Siz qayıtıb deyərsiniz ki, müəllim k-nın yerinə 0 da qoymaq olar. K-nın yerinə uşaqlar 0 qoyanda 18 üstəgəlsin 36 vurulsun 0 deyir. 36-nı 0-a vuranda elədi 0. Qalır yerdə 18. 18 axı 20 ilə 180 aralığına düşmür. Ona görə mən 0-ı heç həll eləmədim. Bir dəfəlik 1-dən başladım. Ona görə yəni o aralığa düşənləri istəyir bizdən. K-ya 2 qoydum 54. Bu aralığa düşür 20 ilə 180-də düşdü. Gəldim yazıram K bərabərdir 2. X bərabərdir 18 üstə gəlsin 36-nı 2-yə vuranda 36-nı 2-yə vuranda eləyir 72. 72-nin üstünə 18 gələndə eləyir 90. 90, 20, 180 aralığına düşür, düşür. Gəlirəm qoyuram K-ya 3. K-ya 3 qoyanda x bərabərdir 18 üstə gəlsin 36 vurulsun 3, o da eləyir 108. 18 üstə gəlsin 108, o da eləyir 126. 126, 20 ilə 180-in aralığına düşürmü? Düşür. Sonra gəlirəm ardın yuxarıdan yazaq. K bərabərdir 4. K-ya 4 qoyanda olur. X bərabərdir 18 üstə gəlsin. 36-nı 4-ə vuranda eləyir 144. 144-ün də üstünə 18 gələndə 162. 162, 20 ilə 180 aralığına düşürmü? Düşür. Bu da düşdü. Gəlirəm qoyuram K-ya 5 nəhayət. X bərabərdir 18 üstə gəlsin. 36-nı 5-ə vuranda eləyir 180. 180 üstünə 18 gələndə edir 198. 198 20 ilə 180 aralığına düşmür. Ona görə bunu götürmürük. Deməli bizdə K 4 dənə olana qədər bunlar bu aralığa düşdü. Bizdən kökləri cəmindən soruşdu. Kökləri cəmimiz bir dəfə 54 tapdıq cavabı, bir dəfə 90 tapdıq cavabı, sonra 126 tapdıq. Üstə gəl 126. Üstə gələnsin sonuncunun üstündə neçə tapdıq? 162. Bu ədədlərin də cəmi edir bizdə deməli 432. Ona görə cavabımız 432-dir. Bizdən kökləri cəmi soruşurdu. Deməli uşaqlar, indi belə bir suala baxırıq. Deməli x bölünsün y üstü gəlsin y bölünsün x bərabərdir 4 olarsa x üstü 4 üstü gəlsin y üstü 4 bölünsün x kvadratı vurulsun y kvadratı ifadəsini hesabla deyir. Deməli mən buradakı məndən istənilən ifadəni biraz sadələşdirim. Ayrı-ayrı məxrəclərdə yazıram. Yaza bilərəm də x üstü 4 bölünsün x kvadratı y kvadratı. Üstə gələnsin y üstü 4 bölünsün x kvadratı y kvadratı. Peki surəti hissələrə ayırdım. Burada x üstü 4 ilə x üstü 2 ixtisar aparsam, yuxarıda qalır x üstü 2. Y üstü 2 ilə də y üstü 4 ixtisar aparsam, yuxarıda qalır y üstü 2. Deməli, yuxarıda surətdə x üstü 2, aşağıda y üstü 2 bölünsün. Surətdə y üstü 2, aşağıda da x üstü 2. Baxıram ki, yuxarıdakı mənə verilən ifadələ bir-birinə oxşayır. Sadəcə məndə alınan ifadə olan kvadratlardır. Neynirəm? Bu ifadədə hər tərəfi kvadrata yüksəldirəm. Müxtəsər vurma düsturuna bənzəyir. Olacaq x bölünsün y-ın kvadratı. Üstə gəlinsin 2 vurulsun x bölünsün y vurulsun y bölünsün x. Yəni bu ifadəni müxtəsərinə açıram. A-nın kvadratı üstə gəlsin 2AB, üstə gəlsin B-nin kvadratı. Üstə gəlsin y bölünsün x-in kvadratı. O da bərabərdir 4-ün kvadratı nədir? 16. Bu x-lə bu x ixtisar getdi, bu y-lə də bu y ixtisar getdi. Məndə deməli nə qaldı? Bunları da ikiləri də bunları tək-tək aid edirəm. X-in kvadratı bölünsün y-ın kvadratı. Üstə gəlinsin 2, üstə gəlinsin y-ın kvadratı. Yəni buradakı ifadələri yazıram. X-in kvadratı bərabərdir 16-ya. Buradan 2-nin bərabərliyin soluna atsam, x-in sağına atsam, daha doğrusu x kvadratı üstə gəlsin bölünsün y kvadratı. Üstə gəlsin y kvadratı bölünsün x-in kvadratı. 2-ni də atsam o tarafa 16 çıxılsın. 2 olacaq 14. Baxın, elə mənə lazım olan ifadə odur. X kvadratı bölünsün y kvadratı, üstə gəlsin y kvadratı bölünsün x kvadratı 14. Deməli, bu ifadənin cavabı 14-ə bərabərdir. İndi belə bir misala baxırıq, daha doğrusu məsələyə. Deyir, tam dolu kəndəki suyun hamısını bərabər həcmli 14 qaba töksək, 4 litr boş yer qalır. Bu qablardan onu tam doldurulduqda isə kəndə 60 litr su, yəqin ki, artıq qalar nəzərdə tutulub, yəni 60 litr su qalır. Hər bir qab neçə litr su tutur? Deməli, uşaqlar, baxın, mən bu qab nə qabdır, neçə litr su tutur bilmirəm də. Mən bu qabın litrini bilmirəm. Neçə litr tutur? Bu x litrdir.
Yəni bilmədiyimi mən x qoydum. Deyir ki, şərtin birinci hissəsinə baxıram. Deyir suyun hamısını bərabər həcmli 14 qaba töksək, 4 litr boş yer qalır. 4 litr 14 dəfə tökürəm. 4 litr boş qabımda 4 litr boş yer qalıb. Deməli mənim qabım x idisə, boş yer qalıbsa, mən elə bil ki, x-dan 4-ü çıxıram. 14 vurulsun x çıxılsın 4. Buradan 14'ü mötərizənin içinə vursam, 14x çıxılsın 14'ü də 4'ə vuranda 40, o da 16, 56. Deməli 14x çıxılsın 56. Bu birinci şərtinə görə yazdım. İndi deyir ki, bu qablardan 10'u tam doldurulduqda, bu qablardan 10'u tam doldurulduqda isə içəndə 60 litr su qalır. Deməli, qab 10 dənəsinin qabım var, yəni qabım 10x, 60 litr su artıq qalırsa, bu səfər üstə gəlsin 60 yazıram. Artıq qalan mənim üçün müsbətdə, əksik qalan mənim üçün 4-dür. Boş yer deyəndə mənfi çıx qoyuram. Yəni 60 litr su qalıb da qabın içində, və mənim üçün yaxşı bir şeydirsə, üstə gəl qoyuram. Deməli baxın, bir 14x çıxılsın 56, bir də 10x üstə gəlsin 60. Hər iki halda bu qablar eynidir də. Bu qədər tökəndə belə olur, bu qədər tökəndə bu qədərsə artıq qalır. Qabın kütləsi dəyişmir ki. Bunlar bir-birinə bərabərdir. Ona görə 14x çıxılsın 56 bərabər olmalıdır. 10x üstə gəlsin 60. Buradan x-ləri bir tərəfə yığıram. 14x-dan 10x çıxanda 4x bərabərdir 60-ın da üstünə 56 gələndə eləyir 116. Buradan da x-i tapanda 116-nı 4-ə bölməliyəm. O da eləyir 116-nı da 4-ə böləndə 29. Deməli, hər bir qabımız neçə litr su tutur? 29 litr su tutur. İndi bu suala baxırıq. Trigonometrik tənlikdir. Sinus 5x vurulsun kosinus 3x üstə gəlsin sinus 3x vurulsun kosinus 5x bərabərdir 2-də 1 tənliyini həll edin. Asan sadə sualdır. Hala bu hissə bizə düstur verir. Hansı düstur verir? Düsturu xatırlayaq. Sinus alfa üstə gəlsin bettanın düsturunun açılışı nə idi? Sinus alfa kosinus betta üstə gəlinsin kosinus alfa sinus beta. Baxın, yuxarı onunla necə oxşardır. Deməli, mən yuxarıdakı ifadəni yığsam, alınır sinus 5x-dan 3x-dir. Bunların elə ki, cəmi 5x üstə gəlinsin 3x bərabərdir. Bu tənlik nəyə? 2-də 1-ə. Deməli, sinus 5x-in üstünə 3x gəldikdə 8x bərabərdir 2-də 1-ə. Mən indi burada trigonometrik tənlikdə artıq bundan sonrasını həll edirəm. Deməli, 8x uşaqlar, bəzi uşaqlar nə edir? Ayırır 8-i, nə bilim 2-də 1-i 8-ə bölür falan. Elə bir şey olmaz. Oradakı 8 əgər qarşıda olsa, hə, sən deyən düzdür. Amma o x-in yanındadır. Yəni bu bir ifadədir. Onu sən ayıra bilmərsən. 8x bərabərdir 2-də 1. Trigonometrik tənlikləri necə həll edirdik? Deməli, mənfi 1 üstü, əgər A-mız müsbət idisə, yəni alınan cavabımız müsbət idisə K yazırdıq. Yox, mənfi idisə K üstü gəlsin 1 yazırdıq. Deməli, bizə lazımdır ki, arcsinus hansı qiyməti? 2-də 1 üstə gəlinsin pi K idi. 8x bərabərdir. Mənfi 1 üstü K sinus 2-də 1-i harda alır? Sinus 2-də 1-i 30 dərəcədə. 30 dərəcəni də radianla necə yazırdıq? Pi bölünsün 6 üstə gəlsin pi K. Mən indi x-i tapmaq istəyirəm də. X-i tapmaq istəyirəmsə nə edəcəm? Hər tərəfi 8-ə bölürəm. Olur, mənfi 1 üstü K, pi bölünsün 6-nı 8-ə böləndə pi bölünsün. 6 vur 8, 48 eləyir. Böləndə tərsinə çevrilir. Ona görə vurma olur. 48 bölünsün, pi K-nı da 8-ə böləndə elə pi K bölünsün 8 qalır. Deməli, cavabımız x bərabərdir. Mənfi 1 üstü K, pi bölünsün 48, üstü gəlsin pi K bölünsün 8-dir. İndi isə bu suala baxırıq. Bu sualda deyir, həndəsə silsiləsi üçün bu bərabərsiz sistem verilir. Bizdən B7-ni istəyir. Biz üçün bu ifadələri açırıq. B6-nı mən B1 vurulsun 2 üstü 5 çıxılsın. B4-ü də yazıram ki, B1 vurulsun 2 üstü 3 bərabərdir 6-ya. Buradan ortaq vuruq nə çıxarta bilərəm? B1-i ortaq vuruq çıxartsam, təkcə B1-i yox, 2 üstü kiçik olanları çıxarta bilərəm. B1 bir də 2 üstü 3-ü çıxartsam ortaq vuruq, nə qalır? 2 üstü 2 çıxılsın da B1 üstü 2 üstü 3-ü çıxartmışıq deyə onun əvəzinə çıxılsın 1 bərabərdir 6 qalır. Bu ifadəni tapdım. İndi gəlim ikinci sistemimdəki ifadə yazmağa çalışıram. 5 üstü 9-u mən B1 vurulsun 2 üstü 8 çıxılsın B7-ni də yazıram. B1 vurulsun 2 üstü 6.
bərabərdir 48. Buradan yenə ortaq vuruq çıxartıram. B1, bir də Q-lərdən ən kiçiyini olan 2 üstü 6-nı çıxartdım. Deməli 8 dənə isə 6-sını çıxartdımsa 2 üstü 2, çıxılsın 2 üstü o ifadəni də tamamilə çıxartmışam deyim, əvəzinə qalır 1, bərabərdir 48. Deməli, nə edirəm indi? Nə edirəm? Baxıram hər tərəfdə Q kvadratı çıxılsın 1, o tərəfdə də Q kvadratı çıxılsın 1 var. Deyirəm, ay Allah, nə ki, bunlar kəsir şəklində olsaydı da bunlar ixtisar geçsəydi. Xoşum gəlmədi kəsir şəklində, yaz kəsir şəklində. Necə? Yəni tərəf-tərəfə bölürəm. 6-nı 48-ə yox, 48-i 6-ya bölsəm daha tam rəqəm alınar deyə bu ifadəyə tənliklər sistemində var idi axı bölmə. Bölürəm. Yazıram B1 vurulsun Q üstü 6 vurulsun Q kvadratı çıxılsın 1 bölünsün bu ifadə B1 vurulsun Q üstü 3 Q kvadratı çıxılsın 1 bərabərdir nəyə? 48 bölünsün 6-ya. Bu ifadəni, bu misalımızı aşağı köçürək. Deməli, Q kvadratları çıxılsın 1-lər ixtisar gedir. B1-lər ixtisar gedir. Q üstü 6-nı da Q üstü 3-ə böləndə Q üstü 3 qalır. Bərabərdir 48-i də 6-ya böləndə qalır 8. Q üstü 3-ümüz 8-dir, onda Q-müz 2-dir. Çünki 2 üstü 3 8-dir. Q-nü tapdıq 2. Məndən şərtdə nə istəyir? B7-ni soruşur. Biz deməli B7-miz nəyə bərabərdir? B1 vurulsun Q üstü 6-ya. Əlimdə Q var. Q-nü tapdım. Mən indi neyi tapmaq istəyirəm? B1-i tapmaq istəyirəm. Mən B1-i tapmaq istəyirəmsə, neyim? Gətirim, hardasa yerinə qoyum. Məsələn, harda qoyum? Gətirirəm, bu ifadədə gətirib yerinə qoyuram, B1-i tapım deyim. B1 vurulsun, Q üstü 5-imiz. 2 üstü 5 eləyir 32. Çıxılsın, B1 vurulsun, Q üstü 3-ümüz elədi 8, bərabərdə 6 eləməlidir. 32 B1 çıxılsın 8 B1 bərabərdir 6-ya. 32-dən 8 çıxanda edir 24 B1 bərabərdir 6-ya. Buradan B1-i də tapanda 6-nı 24-ə bölməliyəm. 6-nı da 24-ə böləndə o da eləyir 4-də 1. B1-i də tapdım 4-də 1. Çox gözəl. Şimdi gətirirəm yerinə qoyuram. B1-imizi tapdım 4-də 1 vurulsun Q üstü 6. Yəni 2 üstündə 6, 2 üstü 6 da yazıram 2 üstü 6 bərabərdir 4-də 1 vurulsun Q üstü 6 64 eləyir. 64 ilə də 4-ü ixtisar aparsam 16, 16-nı da 1-ə vursam cavab edir 16. Yəni sizə uzun sözün qısası misalda hədd soruşursa, birinci həddlə Q-nü tapmalısan. Gətir Q-nü B1-ə, yəni hər şeyi belə sadələşdirirsən, gətirirsən, qoyursan yerinə alınır. Deməli uşaqlar, indi belə bir məsələni baxırıq. Deməli, abituriyent kitabın 30%-ni, sonra isə qalan hissəsinin 25%-ni oxuduqdan sonra 210 səhifəsi qalarsa, kitab neçə səhifə edir? Abituriyent, yəni bu kitabı tam oxusa, o iş onun üçün 100%-dir. Abituriyent nə edir? Açır kitabı, 30%-ni oxuyur. Kitabın 30%-ni oxudusa, kitabın ümumilikdə 100%-dir. 100%-dir. Mən bunun 30%-ni oxudum. Neçə faizi qalır? 70%. Sonra deyir ki, qalan hissə nə qədərdir? 70. Deyir, qalan hissəsinin 25%-ni oxuyur. Açır, deyir ki, qalan hissənin də 25%-ni oxuyuramsa, birinci nə qədər oxuyuram, onu tapım. 70-i, yəni 70-in 25%-ni tapıram. Bunlar ixtisar gedir. 70-i deməli 4-ə böldükdə belə 70 bölünsün 4. O da eləyir 17,5. Deməli, bu 70 səhifəlik kitabın, yəni 70%lik qalan bir kitabın 17,5-ni də oxudum. Sonra deyir ki, 210 səhifə qalarsa. Deməli, mən 70-i qalmışdı. Bu yazıq 17,5-i də oxudum. Bu 70-dən 17,5-i də çıxıram. Qalır 52,5. Qalan 52,5-dir. Sən nə deyir? 210 səhifə qalarsa. Deməli, 52,5-in 210-dur. Heç nə, tənasüb qrup əldə edir. 52,5-i 100% deyirəm. Neçə səhifədir? Şərtdə verib. 210 səhifə olarsa, kitab neçə səhifədir soruşur. Kitab sənin üçün bilmirsən də neçə səhifədir. Səhifəni də səhifənin altına yazsan. Bilmirsən neçə səhifədir. Amma hamısını oxusaydın sənin üçün nə olardı? 100% olardı da. Düzdür? Heç nə. Götürüb buradan x-i tapırsan, çarpaz vurursan. Deməli, 52,5-i x-a vuranda 52,5 x bərabərdir. 100-ü də 210-a vurmalısan. O da eləyir 210, 2 dənə də 0 yanına əlavə edirik. Buradan x-i tapanda sən 21.000-i bölək bir dəqiqə. 21.000-i bölməlisən 52,5-ə.
Bu da edir 400. Deməli, kitab 400. Deməli, o artıq uşaqlar biz 54-cü suala qədər gəlib çatmışıq. Geridə yeni suallarımız qalıb, 55 yəni suallarımız qalıb. Bu sualların da izahının gəlməsi üçün kanala abunə olub, bəyənib, yorum yazmağı unutmayın. Yaxın zamanda part 3 də gələcək. Maraqlı suallardır. Buraxılışa çox az saylı günlər qalıb. Çalışın bu sualların hər birini dəqiqliklə öyrənəsiniz. Çünki bu suallar imtahanda sizə çox-çox köməyinizə çatacaq. Yəni ümumi bir təkrardır həm də sizin üçün. Dərslərinizi yaxşı oxuyun uşaqlar. İndi bunu yerləşdirirəm. Növbəti zamanda isə part 3-də artıq bu sınavımızı yekunlaşdıracağıq.